Salam əzizlər, hər vaxtınız xeyir olsun. Biz bu günlərin Tərtər Peşə Məktəbində Baytar Texniki qrupundayıq. Baytar Texniki qrupunun istehsalat təlim ustası Hidayət Ağayevlə birlikdə Azərbaycanda son vaxtlar tüğyan edən daba xəstəliyindən bağlı məlumat alacağıq. Salam Hidayət müəllim. Salam, xoş gördük. İstəyərdik ki, bu daba xəstəliyi ilə bağlı izləyicilərimizə məlumat verəsiniz. Çox sağ olun, söz verdiyinizə görə. Doğrudan Respublikamızda daba xəstəliyi həddindən artıq yayılmışdır. Bununla bağlı fərdi təsərrüfatlarda, istər fermalardan bizə müraciət olunur. Demək, daba xəstəliyi bildiyiniz kimi, daba xəstəliyi heyvanlarda geniş yayılmış, çox yoluxucu və virus mənşəli xəstəlikdir. Xəstəlik əsasən iri və xırda buynuzlu heyvanlarda müşahidə olunur. Xəstəliyin əsas əlamətləri ağızda və dırnaq arasında yaranan aftarlar özünü göstərir. Xəstəliyin səbəbi nədir? Daba xəstəliyi törədici virusdur. Bu virus xarici mühitlə çox davamlıdır və torpaqda, kübrədə, süd və ət məhsulları uzun müddət qala bilir. Xəstə heyvanlar birbaşa təmasda olmaqla keçir. Virusla çirklənmiş yemlər, su və alətlər vasitəsilə keçir. Hava damcı yoluyla keçə bilər. İnsan və geyim vasitəsilə keçə bilər. Əlamətləri nədən ibarətdir? Ağızda, dodaqda, dil və diş aftalar əmələ gəlir bildiyimiz kimi, ayaqlarda, xüsusi dırnaq arasında yara və şikillik yaranır, heyvanın hərarəti yüksəlir, iştah azalır, süd verimi kəskin şəkildə azalır, buzov və balalarında bəzən ölmə baş verə bilir. Müalicəsi necədir? Sual verirsiniz, müalicəsi necədir? Demək, dabaq virusu qarşı xüsusi dərmanımız yoxdur. Amma müalicəsi dəstəkləyici və dezinfeksiya edici tədbirlərdən ibarətdir. Ağız aftalarında kalium permanentlə və yaxud da bot turşusu məhlulu ilə yuyulur. Bundan başqa ayaqlar, yaralar, yod və kloromin, krezol məhlulu ilə təmizlənilir. Heyvanlara yumuşaq və qidalı yem verilməlidir. İkinci infeksiyaların qarşısını almaq üçün antibiotiklərdən tətbiq olunmalıdır. Bəs profilaktik tədbirlər nədir bunlar? Profilaktik tədbir olaraq biz bildiyimiz kimi heyvanlarda dabaq peyvəndi mütəmadilə vurulmalıdır. Bundan başqa xəstə heyvanlar dərhal təsərrüfatdan ayrılmalıdır. Ferma və avadanlıqlar dezinfeksiya olunmalıdır. Xüsusilə ferma və avadanlıqlar dezinfeksiya olunmalıdır. Yeni gətirilən heyvanlar karantinə alınmalıdır. Ən azı 14 gün karantinə alınmalıdır. Nəticə olaraq daba xəstəliyi çox təhlükəli və tez yayan bir xəstəlikdir. Bu xəstəlik qarşısını almaq ən əsas yolu vaxtında profilaktik tədbirlər görülməsi və qiymətlərin aparılmasından ibarətdir. Çox sağ olun, dəyərli məlumatınız üçün. Çox sağ olun.